Xronoloji ardıcıllığı müəyyən edin. Qərbi Hun dövlətinin süqutu 470-ci il. Attilanın 2-ci Balkan səfəri. Bu səfər 447-ci ildə Bizans üzərinə olan səfər idi. Səbəbi o idi ki, Bizans 434-cü ildə Attila ilə müqavilə bağlasa da, ona tabe olan tayfalara hədiyyələr göndərir, bu yolla həmin tayfaları Attilaya qarşı ayağa qaldırmağa çalışırdı. Buna görə də 447-ci ildə Attila ikinci dəfə Bizans üzərinə hücum edir və bu zamanda Bizans imperatoru gəlib Attila ilə daha ağır şərtli müqavilə imzalayır və daha böyük məbləğdə xərac ödəməyi qəbul edir. Birinci Göytürk dövlətinin yaranması 552-ci ildə Bumu Xaqan tərəfindən yaradılmışdı. Katalan döyüşü isə 451-ci ildə Qərbi Hun və Qərbi Roma dövlətləri arasında baş vermiş döyüş idi. Tərəflərdən heç bir qalib gəlməmişdi. Gecəykən Roma ordusu geri çəkilir, lakin Attila onları təqib etmir. Səbəbi də o olur ki, Roma ordusu arasında yoluxucu xəstəliklər yayılır və Attila öz ordusunun bu xəstəliyə yoluxmasını istəmir. Ardıcıllıq 2, 4, 1, 3.